Əgər bir əsər oxucunu çəkirsə, pis və yaxud da yaxşı formada, oxucu bunun ən güclü təbliğatçısına çevriləcək. Və təbliğat yolları arasında ən güclü təbliğat forması canlı təbliğatdır. Yəni, mən bir əsəri oxuyuram, əsəri bəyənirəm və dostuma bunu tövsiyə edirəm. Necə ki, mən imza mərasimlərində də bunun çox şahidi oluram da. Bir nəfər gəlir bizim bir kitabı alır, ondan sonra bir 10 dənəsini götürür, kiməsə hədiyyə eləyir və yaxud da ki, bir 10 dənəsini özü başlayır oxumağa. İkinci, yazıcı aktiv və sosial fəal olmalıdır. İndi bu dəqiqə elə bir dövrdə yaşayırıq ki, ola bilsin klassik yanaşmada yazıcı kitabı yazdı, bunu təqdim elədi naşirə və özü oturdu kənarda və kitab nəşriyyat vasitəsilə satıldı. İndi o cür deyil. Ona görə ki, birinci rəqabət güclüdür, ikinci indiki dövrün müasir oxucusunun zövqü və baxışı tamam başqadır. Yəni, oxucu kitaba müəllifdən kənar baxmır. Kitaba müəllifin kontekstində baxır. Yəni, şəxsiyyətin özü də oxucu üçün maraqlıdır. Şəxsiyyət nə qədər yaradıcıdır, şəxsiyyət nə qədər bunun zövqünü oxşuyur. Bu zövq elmi zövq ola bilər, bu zövq ola bilsin hansısa həyat tərzi, həyat fəlsəfəsi bununla bağlıdır. İkinci məsələ mütləq olaraq yazıçının kitabla bərabər irəliləməsi və kitabının özü bir təbliğatçısına çevrilməsidir. Rövşən müəllim, siz çox doğru deyirsiniz ki, müəllif kitabı ilə bir yerdə olmalıdır. Mən sizin görüşlərdə olmuşam və kifayət qədər oxucularınız var. Mən necə eləyirəm? Öz şəxsi təcrübəmdən deyim. O təcrübə həm yazıçılar üçün maraqlıdır, həm də tamaşaçılar üçün maraqlıdır. Ədəbiyyata yeni gələn adamlar üçün maraqlıdır ki, necə eləyəsən ki, sənin kitabın oxunsun? Birinci, mən gücümü qoyuram mətnin üzərinə. Məsələn, mətndə kitabın adından tutmuş, girişinə qədər, orada tətbiq edəcəyim mövzulara qədər, dialoqlara qədər, personajların adına qədər mən saatlarla, aylarla vaxt qoyuram. Yəni, bəzən olur ki, personajın adı ola bilsin ki, bir çox yazıçılar buna diqqət eləmir. Məsələn, mən üçün önəmlidir də. Bir personajın adı mənə görə onun xarakterinə, kitabda oynadığı roluna tam uyğun olmalıdır. Başına gələn hadisələrə görə. Personajın adını belə yazı prosesində mümkündür ki, bir 5-6 dəfə, 10 dəfə dəyişim. Və yaxud da dialoqlar, mən dialoqlara çox önəm verirəm və mənə görə sənin dialoqların bu cür olmalıdır. Əlvi sən personajın üzərinə qoymalısan və dialoqlardan sən bilməlisən ki, bunu hansı oradakı xarakterdir, hansı personajdır. O dialoqlar personajın tam ruhiyyəsinə, təbiətinə uyğun olmalıdır. Məndə bəzən olur ki, həftələrlə bu vaxtımı alır. Və yaxud da ki, sujetin üzərində çox işləyirəm və sujetin zəngin olması üçün mən bir neçə mövzulara çox önəm verirəm və o əsəri yazmamışdan əvvəl bu sahədə kitabları oxuyuram. Birinci, psixoloji dərinlik. Mənə görə psixoloji dərinlik çox önəmlidir. Zaten də ixtisasım psixologiya olduğuna görə. O personaj əgər mənə görə melanxolik təbiətli bir şəxsdirsə, mən o tip insanların xüsusiyyəti haqqında onlarla kitab oxuyuram ki, o personaj canlı alınsın. Və yaxud da ki, mövzuları çalışıram tamam fərqli. Niyə melanxolik dediniz? Bəlkə başqa bir temperament tipində olan adam da var. Bir örnək verdim. Mənim bu şəhərdə kimsə yoxdur. Orada baş qəhrəman Villi, melanxolik təbiətli bir insan. Visam da ola bilər. Orada çünki iki dənə personajdır. İnsan adıdır. Villi, bəli, İngilis adıdır. Burada Azərbaycan adı ola bilməzdi. Əsər İngilis mühitində olduğuna görə mən onun adını Rəşad qoya bilmərəm də. Bu əsər baş verir Amerikada. Rəşad qoysan bəlkə də oxunmayacaq. Yox, sadəcə o da deyil. O deyil. Məsələn, mən necə eləyirəm? Yəni, ölkələri necə seçirəm? Bu da başqa bir mövzudur. Əslində, birinci sualla mən bunu əlaqələndirim. Məsələn, mən orada iki dənə fərqli mədəniyyətləri üz-üzə qoymaq istəyirəm. Və iki dənə fərqli bir xarakter yaradıram. Biri tamam başqa bir mədəniyyətə məxsusdur və bunların həyata baxışları 180 dərəcə bir-birindən fərqlidir. Və mövzunu mən seçəndə artıq beynimdə hansı iki xalqın nümayəndəsi ola bilər deyilə bir siyahı beynimdə yaranır və ona uyğun olaraq seçirəm. Məsələn, Villi və Visam bu şəhərdə kimsə yoxdur. Bu əsərdə iki dənə bir-birinə zidd qəhrəmandır. Birinin adı Visamdır, bu ərəb ölkələrindendir, Livandandır. Digəri isə Villidir, bu Amerikada yaşayır və bunların həyatları bir-birindən tamamilə fərqlidir. Baxmayaraq ki, bir insan kimi ehtiyacları eynidir. Biri Amerika mühitində böyüyüb, biri Livanda böyüyüb və mən bu ikisini qarşılaşdırıram. Müxtəlif mədəniyyətlər, fərqli mədəniyyətlərdir. Bir insan sağlamdır, idmançıdır, o birisinin ömrünə 2 ay qalıb. Visam 2 aydan sonra dünyasını dəyişəcək və bu şəhərdə kimsə yoxdur. Bu iki nəfərin o 2 aylıq dostluğundan danışır. Ekzistensial mövzular üçün açıqdır, çox açıqdır. Məsələn, ekzistensial mövzularda ölüm mövzusu, həyat mövzusu, tənhalıq mövzusu, həyatın mənası mövzusu, insanın öz həqiqi simasından uzaqlaşması mövzusu. Bunlar hamısı bu şəhərdə kimsə yoxdur da var. Əslində bu ekzistensial bir ədəbiyyatdır və kökü də ekzistensial fəlsəfədir. Mən bu fikri vermək üçün mütləq olaraq o Visamın 2 aylıq ömrü olmalıdır. Çünki ölümlə üzləşən insanın bu mövzuda deyəcək sözləri daha çoxdur. Əgər mənim həyatım uzundursa, mən həyat haqqında çox da dərin sözlər deyə bilmərəm. Kim ki, həyatı qısadır. Buna deyirlər ölümlə konfrontasiya olmaq, yəni real üzləşmək. O cür insanların
bizə həyatın dəyəri haqqında deyəcəyi çox dəyərli, samballı sözlər var. Ümumiyyətlə, sizin əsərlərinizdə şərq və qərb mədəniyyətləri toqquşur, yoxsa necədir? Mənim əsərlərimdə bəli toqquşur və mən orada çalışıram ki, bir mövzuya fərqli baxış bucaqlarını ortaya qoyum. Yəni, məsələn, bu şəhərdə kimsə yoxdur, orada şərq və qərbin sən konkret toqquşmasını görə bilərsən. Reyslər üzərində uzanmış adam, orada dinlərin və fərqli mədəniyyətlərin toqquşmasını yenə də onu görə bilərsən. Readers Favorite-də mədəniyyət janrında qızıl medal götürdü və mən nəyə görə bu toqquşmaları ortaya qoyuram? Ona görə ki, bir fikir haqqında üçümüz də Azərbaycanlıyıq da, düzdür. Aşağı-yuxarı eyni fikir deyəcəyik. Ancaq oxucuya maraqlıdır ki, görün bu mövzu haqqında Bosniyalı bir müsəlman nə deyər? İrlandiyada olan bir şəxsin ailə problemi mənim ailə problemim kimi eynidir, yoxsa yox? Sizin o əsərinizdə şərq qalib gəlir, qərb. Haqq qalib gəlir. Haqq hardadır? Nə şərq, nə qərb. Demək O bəzən şərqlə olur, bəzən qərblə olur. Təfəkkür baxımından, düşüncə baxımından, şərqsən qərb. Mən desəm, şərq haqqdır. Bu o deməkdir ki, şərq adı ilə irəli sürünən bütün fikirləri qəbul etməliyəm. Bir halda ki, belə deyil. Şərq fəlsəfəsinin bəzi mövzuları var ki, yanlışdır. Şərq həyat tərzi var ki, bəziləri yanlışdır. Tam deyə bilmərəm, qərb düzdür. Ona görə qərbin düz olduğu fikirlər də var, yanlış olduğu mövzular da var. Ona görə mənim yanaşmam bu cürdür. Nə şərq, nə qərb, həqiqət və haqq arxasınca gedəcəksən. Bir mövzu əgər həqiqətdirsə, sənin fikrin o həqiqətlə uyğundursa, ondan sonra sən baxacaqsan ki, görün bu fikirlə şərq razıdır, yoxsa qərb razıdır. Bizim ən ciddi problemlərimiz odur ki, biz özümüzü ya mənsub edirik şərqə, ya qərbə.